Herkese salam. DİM 20 variant sınav imtahanından birinci qrup sınav nömrə 13-ün izahına baxırıq. Demək, birinci reaksiyada amoniak oksigen ilə reaksiya daxil olub və burada 12 dənə elektron keçidi baş verib. Azotun burada oksijenləşmə dərəcəsi -3-dür. 4-ü də vururuq -12-dən. Yəni bu -12 imiş cəmi. 12 dənə elektron verib, yəni üzərinə 12 gəlirik, eləyir 0. Yəni azot -3-dən 0-a gəlir. İndi reaksiyanın tənliyini yazıb tamamlayırıq. Amoniak oksigenlə qarşılıqlı təsirdə olur. Alınır N2 və su. Əmsallaşdırmalıyıq. Azot -3-dən 2 azot 0-a. Sonra 2 dənə oksigen 0-dan, oksigen -2. 3 elektron burada. Buradan 2 elektron qarşısındakı 2-yə də vururuq. 4. Yerlərini dəyişirik. 4, 3. 4 bura, 3 bura, 2, 6 düzəlir. İndi oksidləşdiricinin əmsalı, oksidləşdirici oksijenləşmə dərəcəsi azalandı. Yəni burada oksidləşdirici oksigendir. Onun əmsalı 5, yox 3'dür. Sonra reaksiya məhsullarının cəmi 10'dur. 2, 6, 8 eləyir. Disproporsiya reaksiyasıdır. Xeyr, disproporsiya yox, molekul arası reduksiya reaksiyasıdır. Çünki oksidləşmə dərəcəsini dəyişən elementlər ayrı-ayrı maddələrin tərkibindədir. Y reduksiya məhsuludur. Y, biz tapdıq ki, X, N2, Y budur. Reduksiya məhsulu oksidləşdiricidən alınır və burada oksigen 0-dan -2-yə keçib. Bu oksidləşdiricidir, ondan alınan isə olur reduksiya məhsulu. D variantı doğru olacaq. Sonra, su ilə adi şəraitdə reaksiya daxil olur. Burada biz kalium, kalsium, natrium üçün ortaq olanları seçməliyik. Su ilə reaksiyaya hər ikisi daxil olur. Ağ neftdə saxlanılır. Ağ neftdə saxlanılır, bəli, bu da doğrudur. Oksigenlə reaksiyada oksid əmələ gətirir. Bu kalsiuma aiddir. Qələvi metallar kalium və natriumdur. Kalsium qələvi torpaq metalıdır. Ona görə olacaq 2-də D variantı. 3-də hansı reaksiyada bir kükürt atomu 2 elektron verir? Buradan alınır natrium 2S. Kükürt 0-dan -2-yə gəlir. 2 elektron, yəni oksidləşmə dərəcəsi azalırsa 2 elektron alır. Buradan da H2S gəlir, yenə eyni cür. 0-dan -2, 2 elektron alır. Burada S flor 6. 0-dan -6-ya gəlir, 6 elektron verir. Kükürt burada SO3 alınır. -4-dən -6-ya gəlir, 2 elektron verir. Yəni 2 elektron verilməsi D variantında olur. Hansı reaksiyalarda X maddəsi sudur? Buradan sudur. Bəli, burada su olur. Çünki orada kalsium hidroksid və S2H2, yəni asitlə alınıb. 1 doğrudur. Sonra CH3CHO aldehidlərin reduksiyasından, yəni üzərinə hidrogen gələndə spirt alınır. Asitliyin üzərinə su gəlsə, bəli, onun hidratlaşması nəticəsində sirkə aldehid alınır. Bu da doğrudur. C6H5OH üzərinə sink gələndə, burada X sink olur. Yəni olacaq 1, 3. 5-də homoloji sıranın ikinci nümayəndəsinin molekulunda hidrogen atomlarının sayı 8'dir. İndi biz sinfi tapmalıyıq. 5-də. Doymuş bir atomlu spirtlərin ikinci nümayəndəsi C2H5OH-dır. Burada görürük ki, 6 hidrogen atomu var. Alkenlərin ikinci nümayəndəsi C3H6-dır. Burada da 6 hidrogen var. Doymuş 3 atomlu spirtlərin ikinci nümayəndəsi. Onların formulunu belə yazsaq, CnH2n plus 2O3. İlk nümayəndəsi 3 karbondan başlayır. Onda ikinci nümayəndəsi 4 karbondan başlasa 2 dəfə 4, 8, 10 dənə olacaq. Burada hidrogen bu da uyğun gəlmir. Benzol sırası karbohidrogenlər CnH2n-6'dır. İlk nümayəndə C6H6'dır. İkinci olur C7H8 və 8 hidrogen atomu var. D variantı doğru olacaq. Sonra 6'da maddə verilib. Hidrogenlə azotla reaksiyaya daxil olur. Amma xlorla reaksiyaya daxil olmur. Silisium hidrogenlə reaksiyaya daxil olmur. Alüminium da həmçinin. Kalsium bunların hamısı ilə reaksiyaya daxil olur. Karbon hidrogenlə azotla daxil olur. Amma xlorla reaksiyaya daxil olmur. Olacaq D variantı. Sonra 7. Doymuş bir əsaslı karbon turşusu. Ümumi formulu CnH2NO2'dir. Doymuş bir əsaslı karbon turşusunda polyar kovalent rabitələrin sayı. Polyar kovalent rabitələrin sayı hidrogenlərin sayı qədər. Bir də 3 dənə də karbonun oksigenin arasında polyar kovalent rabitə var. N bərabər olacaq 3'ə.
İndi. Bunlar da bir-biri ilə izomerdir. Onda bunun 3 karbonu varsa, donmuş mürəkkəb efirində 3 karbonu var. İndi biz orada polyar kovalent rabitələri sayını tapmalıyıq. Onun da formulu C3H6 O2-dir. Yenə hidrogenlərin sayı, mürəkkəb efirlərdə isə karbonlarla oksigenlər arasında orada 4 dənə də polyar kovalent rabitə var. Edəcək 10, yəni B variantı. Sonra 8. Məhlulda gedən hansı reaksiyadan 2 müxtəlif çöküntü alınır? Birincidən dəmir 2 hidroksid alınır. Bu çöküntüdür. Bir də natrium xlorid alınır. Bu çöküntü deyil. Buradan barium sulfatı alınır. Çöküntüdür. Bir də mis2 hidroksid alınır. Bu da çöküntüdür. Yəni olacaq B variantı. Sonra 9. Məhlulları tam neytrallaşma reaksiyasına daxil olan maddələr. Metal OH ilə H3PO4 tam neytrallaşma reaksiyasına daxil olur. Əgər burada tam neytrallaşma baş verirsə, indi bizdə nə istəyir? Eyni. Orta fosfat turşusunun həcmi 0,2-dir. Qatılığı da 0,2-dir. Onda növ bərabərdir C vur V-dən, bu 0,4 olacaq. Metal hidroksidinin də həcmi 400-dür, litrə çeviririk, 1000-ə bölürük. 0,4, qatılıq 0,3, növ bərabərdir 0,12. Demək, götürülən metal hidroksidimiz 0,12 idi, turşu 0,4 idi. Bölsək, qalır 3-ün 1-ə nisbətində. Demək, neytrallaşma baş verməsi üçün OH bərabərdir, H olmalıdır. Neçə dənə H var? Əmsalını vururam, hidrogenin sayına 3 dənə. Neçə OH var? Əmsalı vururam OH-ın sayına N-ə. Buradan da N bərabər olacaq 1-ə. 9-da A variantı. Sonra 10-da 2 metil butanal molekulunda oksidaşma dərəcələrini tapmalıyıq. Butanal, yəni söhbət aldehiddən gedir. Burada aldehid qrupunu yazdıq. İkinci karbonda da metil var. Hidrogenləri düzəldirik. H3, H, H2. Bizdən istəyir birinci, ikinci, üçüncü karbonlar. Birinci karbon budur. İkinci bu, üçüncü də budur. Birinci, buna ayrıca baxaq. COH. Karbon X. Oksigen mənfi 2, hidrogen müsbət 1. X minus 2 plus 1 bərabər 0. X bərabər olacaq müsbət 1-ə. İkinci, CH2. Müsbət 1, X. X plus 2 bərabər 0. X bərabərdir. Buradan metil səhv yerdən birləşdirmişəm. Nömrələməni aparmışam. Burada bir dənə CH3 olur. Bu hissə də CH2-dir. Onda ikinci karbon atomumuz CH kimi baxacaq buna. Onda bu olur X plus 1 bərabər 0. X bərabər olacaq mənfi 1-ə. Üçüncü də CH2-dir. Müsbət 1, X plus 2 bərabər 0, X də bərabər olacaq mənfi 2-yə. Bu da uyğun gəlir A variantına. Sonra 11. Kükürddən fərqli olaraq oksigen hansı maddə ilə reaksiyaya daxil olur? Demək, karbonla həm kükürt, həm oksigen reaksiyaya daxil ola bilir. Hidrogenlə də hər ikisi daxil olur. Azotla kükürt daxil olmur, amma oksigen daxil olur. Olacaq C variantı. Sonra 12. Düsturumuz belədir ki, V2 bölü V1 bərabərdir. Qamma üstü T2 çıx T1 bölünsün 10. Yerinə yazırıq. V2 16 onda 2, V1 0 onda 2. Qamma 3, T2X, T1 40. 162-ni 2-yə bölsək 81. Bərabərdir. 3-ün üstü X minus 40 böl 10. Biz 81-i də 3 üstü 4 şəklində yaza bilərik ki, əsasları eyniləşdirək. Əsaslar eyni olanda üstlər bir-birinə bərabər. Yəni 4 bərabərdir X minus 40 böl 10. Buradan da X bərabər olacaq 80-ə. Demək, 13-də sirkə turşusu və olen turşusu verilmişdir. Sirkə turşusu CH3, COOH. Olen turşusu C17, H33, COOH. Uyğunlaşdırmalıyıq. 1, 3 və 2. 1 molu 1 mol brom birləşdirir. Bu aiddir olen turşusuna. Çünki onun tərkibində bir dənə 2 qat rabitə var. Biri birini birləşdirəcək. Amma sirkə turşusu bromla əvəz etmə reaksiyasına daxil olur. Amma birləşmə aid olacaq olenə
Yəni 2. Sonra adi şəraitdə maye haldadır. Maye halda olan hər ikisi olacaq. Çünki həm sirkə turşusu, həm olein turşusu maye haldadır. Molekulunda karbon atomunun 3 sp2 hibrid orbital var. Burada bir dənə bu COH-daki karbon sp2'dir. Bu da olur 3 dənə. Amma olein turşusunda həm bu COH sp2'dir, həm də burada bir dənə 2 qat rabitə var. Buradakılar da sp2'dir. Cəmi 9 dənə sp2 hibrid orbitalı var. Yəni bu uyğun gəlir. Birinci. S2H5OH-dan mürəkkəb efir əmələ gətirir. Yəni spirtlər karbon turşuları ilə, yəni doymuş doymamış fərqi yoxdur. Mürəkkəb efir əmələ gətirə bilir. Yəni 4 hər ikisinə uyğundur. Olacaq 13-də Y variantı. 14. Etilen glikol və gliserin. Etilen glikol 2 atomlu spirtdir. 2 atomlu spirtlərin 1 molu, yəni OH-ın yarısı qədər. 2 OH var, 1 mol hidrogen ayırır. Gliserin 3 atomlu spirtdir. 3 atomlarda 1 molu, OH 3 dənədir. 3-ün yarısı 1,5 mol hidrogen ayırır. Əgər etilen glikol yazaq, gliserin yazaq. Biri 1 moldursa, etilen glikol 2 moldur. 2 molundan 2 mol hidrogen ayrılır. Biri 1,5-dirsə, bəs görək x-nə nə qədər olacaq? 1,5x. Bizə də deyir cəmi 8 mol hidrogen ayrılıb. Yəni 2 plus 1,5x bərabərdir 8-ə. Buradan da x bərabər olacaq 4-ə. D variantı. 15. Hansı reaksiyada X2 flordur? A variantında deyil, çünki kükürt florla S-flor 6 birləşməsi əmələ gətirir. Sonra kükürt suyla flordur. Florun suyla reaksiyası H-flor plus O-flor 2 alınır. Bu da görür ki, ona uyğun gəlmir. Bayaq dediyim kimi kükürt florla S-flor 6 birləşməsi əmələ gətirir. Olacaq C variantı. 16. Kalium dixromat molekulunda atomların sayı, 1 molda olan atomların sayı verilmişdir. İndi biz burada X-i tapmalıyıq. Kalium bixromatı yazırıq. Kalium 2, xrom 2, O7. Burada atomların sayı cəmi 11 dənə. Digər maddəmiz metal H2PO4X. Burada atomların sayı bir dənə metal. Mötərizə içərisində də 7 atom var. X-ə də vururuq. 7x bərabərdir. A plus 4-də. A-nı 11 tapmışıq. Üzərinə 4 gəlsək 15. Buradan da x bərabər olacaq 2. Sonra 17. Nitratlar verilmişdir. Parçalanmasında oksijenləşmə dərəcəsini dəyişən atomların sayı. Birində 3-dür, digərində 2-dir. Yerinə qoya-qoya geçsək. Məsələn, A variantında natrium yazsaq. Natrium NO3. X-in yerinə natrium qoysaq, natrium NO2 və O2 alınır. Burada oksijenləşmə dərəcəsini dəyişən azotdur. Bir də oksigen alınır, bir də oksigendir. Yəni 2 element oksijenləşmə dərəcəsini dəyişdi, bu uyğun gəlmir. A-nı çıxdıq. Sonra baxırıq B-yə. B-də gümüş yerinə yazsaq. Gümüş nitrat. Alınır gümüş, NO2 və oksigen. Burada həm gümüş dəyişir müsbət 1-dən 0-a, azot müsbət 5-dən müsbət 4-ə, oksigen mənfi 2-dən 0-a gəlir. 3 element oksijenləşmə dərəcəsini dəyişdi. İndi Y-in yerinə biz burada natrium qoya bilməliyik, çünki Y ekvivalentlidir burada. Buna görə B-ni də çıxırıq. İndi C-yə baxaq. Gümüş gördük ki, uyğun gəlir. İndi Y-in yerinə mis qoyaq. Mis nitrat, mis 2 nitrat parçalanır, alınır. Mis 2 oksid, NO2 və oksigen. Burada dəyişənlər oksigendir, mənfi 2-dən 0-a, azotdur, müsbət 5-dən müsbət 4-ə. Həqiqətən də 2 element oksijenləşmə dərəcəsini dəyişir. Elə olacaq 17-də C variantı. 18. 1 mol suyun tam elektrolizindən alınan hidrogenlə neçə qram dəmir 3O4-ü tam reduksiya etmək olar. Suyun elektroliz tənliyini yazsaq. Alınır hidrogen və oksigen, əmsallaşdırsaq 2, 2. 1 molundan görək neçə mol hidrogen alınır? X. İkisindən 2. X bərabərdir 1-ə. Həmin o alınan hidrogenlə ferium 3O4 reduksiya olunur. Alınır dəmir plus H2O. Əmsallaşdırsaq. Bura 3, bura 4, burada 4 yazırıq, düzəlir. İndi həmin o alınan 1 mol hidrogenlə neçə qram ferium 3O4 reduksiya etmək olar? X. 4 mol ilənsə 232. Burada da 232-ni bölsək 4-ə. X bərabər olacaq 58-ə.
D variantı. 19. Glikoza qıcqırır. Glikoza qıcqıranda iki madde alınırsa ve o maddelerden biri karbon gazıdırsa o zaman X olur etil spirt C2H5OH. Bunu da miski oksidlə oksidaşması nəticəsində alınır sirkə aldehidi və yaxud da ki başqa adı ilə etanal. Olacaq C variantı. 20. X verilib, kütləsi 65'dir. Həmçinin burada biz onun neutronlarının sayı da göstərilir. Onda protonu tapanda kütlədən neutron sayını çıxırıq. Edir 20. Daha doğrusu 30. İndi biz tapmalıyıq 30 konfigurasiyasına uyğun olaraq cütləşməmiş elektronların sayı, D orbitallarında olan elektronların sayı, S orbitallarında olan elektronların sayı. Yazsaq 1s2, 2s2, 2p6, 3s2, 3p6, 4s2, 3d10. Cütləşməmiş elektron yoxdur. Burada bütün orbitallar tam dolub. Birincisi olacaq 0. İkincide D orbitallarında olan elektronların sayını istəyir. Olacaq 10. Üçüncüde S orbitalında olan elektronlar sayı 2, 4, 6, 8 tane olacaq. 0, 10, 8, 20'de olur A variantı. Sonra 21. Etilen oksidləşir. Əgər katalizator olaraq mis, dəmir, palladium duzları götürülərsə, buradan alınır sirkə aldehidi və yaxud da ki başqa adı ilə asetaldehid. C variantı. Elementar halqasında 8 hidrogen atomu olan polimeri müəyyən edin. Poliizopren. Poliizopreni biz bu formada yazırıq. CH3. 2 qat ortadadır. Buradan da CH2. Hidrogenlərini də tamamlasaq. H2. Burada H. Görək burada nə qədər hidrogen var? 2, 4, 7. Biri də burada 8. Elə A variantı uyğun gəlir. 23. Reaksiya tənliyi verilib. Silisium 4 oksid. Florid turşusuyla reaksiya daxil olur. Alınır silisium. Florid 2H2O 188 kilojul istiliyi ayrılır. Silisium 4 oksid və H flor bərabər kütlədə götürülmüşdür. Yəni ikisinə də MM yazaq. Və deyir maddələrdən birindən 100 qram artıq qalır. İlk olaraq biz tapaq görək hansı maddə artıq qalır. Artıq qalanı tapmaq üçün aşağıya da öz emerlərini yazırıq. Təbii ki, əmsalı da vurmaq şərti ilə. Silisium O2'nin emeri 60. H flor da emeri 20'dir. Əmsalını da vursaq eləyir 80. Biz baxırıq ki, emi 60'a, emi 80'ə bölsək hansı daha çox olur? Təbii ki, 60'a böləndir. Demək silisium O2 artıq qalıb. Demək biz tapdıq ki, artıq qalan silisium O2'dir. Və ondan nə qədər artıq qalıb? 100 qram artıq qalıb. Başlanğıcda M qram götürülüb. 100 qramı artıq qalıbsa, demək M-100 qramı sərf olunur. Və biz də hesablamaları sərf olunan əsasən aparırıq. Və bu zamanda M qram H flor sərf olunursa, bu silisium O2'ye aiddir. Bu da hidrogen floridə. Aşağıda emirlərini yazırıq. Silisium O2 60'dır. H flor da 20'dir. Əmsalını da vursaq eləyir 80. Tənasübü həll edirik. 80 M çıxılsın. 8000 bərabərdir 60 M. 20 M bərabərdir 8000. M də bərabər olacaq 400'ə. Biz tapdıq ki, M 400'dür. İndi bizə deyir ki, neçə kilojul istilik ayrılar. Hesablam M-i tapdıq 400. İndi H floru əsasən gedək. H florun əmsalı 4, emeri 20. Bu zaman nə qədər istilik ayrılıb? Reaksiya istilik effekti verilib 188. İndi biz M-i 400 tapdıq. 400 olanda nə qədər kilojul istilik ayrılır? X. Buradan da X bərabər olur 940. 24. X, Y2O4. X'in kütləsinin oksigeni olan kütlə nisbəti 3'ün 8'ə kimidir. X'in kütləsini bilmirik, X yazıq. Oksigen də 16 vur, indeksini də vuruq. 64 qram. Bu birləşməmizdə oksigen var. 3 böl 8 olur. 64'ü vurup 3'ə bölsək 8'ə X bərabər olur 24. İndi Y kütləsinin Y yazaq. İndeksini də vururuq 2Y. Oksigenin kütləsinin olan nisbəti bərabərdir 3 böl 8'ə.
Buradan da y bərabər olacaq 12. Bizdən istəyir x, y2, O4'ün emeri. X'i tapdıq 24. Y 12 idi. İndeksinə də vururuq 24. Oksigende 64. Bu da edəcək 112 qram. 25. Üçlü butil və etil radikalların birləşməsindən alınan alkan. Üçlü butili yazaq. Bunu etil radikalı birləşdirək. Hidrogenləri də düzəltsək. Beynəlxalq nomenklaturaya əsasən ad, nömrələnməni, şaxələnməni çoxolluğu tərəfdən aparsaq. 2,2 dimetil butan olacaq. 1 doğrudur. Molekulunda 5 ədəd metil qrupu var. Yəni CH3. 1, 2, 3, 4 dənədir. Bu uyğun gəlmir. Bir asimetrik karbon atomu var. Asimetrik karbon atomu o karbondur ki, ona 4 tərəfdən müxtəlif radikal birləşməlidir. Burada da görürük ki, bu karbonumuza bu 3 tərəfdən eyni radikal birləşib, biri fərqlidir. Amma yəni burada biz müxtəliflik görmürük, çünki 3'ü eynidir. 4'ü də bir-birindən fərqli olmalıdır. Ona görə 3'də uyğun gəlmir. 4'də əsas zəncirində ikinci karbon atomunun oksidaşma dərəcəsi 0'dır. Demək, ikinci karbon atomu budur. Yəni karbon təkdir, oksidaşma dərəcəsi 0 olacaq. 4-cü doğrudur. Olur 1, 4, 25'də. 26. Doymuş aldehid, 1 mol doymuş aldehid 176 qram suda tam həll edilir və 20%li məhlul alınmışsa aldehid molekulunda hidrogen atomlar sayını hesablayın. 1 mol aldehiddən söhbət gedirsə, aldehidlərin ümumi formu CH2NO. Demək, bunun emeri 14N plus 16'dır. Məhlulda kütlə payı belli olur ki, yəni bu aldehid suda da həll olunur, suyu da gəlir üzərinə. 20%li məhlul alınır. 1400 N plus 1600 bərabərdir 2800 N plus 176'dan 16 toplayıb vursaq burada 200 yox 20'dir. Onda burada da sıfırların birini eksildək. $3840. Buradan da n bərabər olur 2'ye. Aldehid molekulunda hidrogenlərin sayı. Formulda yerinə yazsaq. C2H4O hidrogenlərin sayı olacaq 4 dənə. Sonra 27. Alkaden. Uyğunluğu müəyyən eləməliyik. Adını tapmalıyıq burada. Belə kiçildək adları da görmək üçün 27. Demək, molekulunda 4 karbon atomu var və konjuga olunmuş alkadendir. Konjuga olunmuş alkaden odur ki, 2 qat rabitəli karbonlar bir dənə karbonla ayrılsın. Bir tək qat rabitə ilə ayrılsın yəni. İndi molekulunda da 4 karbon atomu var. Elə bu uyğun gəlir. 4 dənə də karbon atomu var. İndi bunun adı nə olacaq? Butadiyen 1, 3. 1'ə uyğun gəlir C variantı. Sonra 2'də. Kumülə olmuş alkadensi odur ki, burada 2 qatlar bir-birinə ardıcıl birləşsin. Çünki bilirik alkadenlərdə 2 dənə 2 qat var. Arasında tək qat olmasın. İndi bizə deyir 4 dənə karbon atom var. 3 karbonu belə yerləşdirsək, birində tək qatla. Bunun da adı olacaq butadiyen 1, 2. Yəni A variantı. Sonra 3-cüdə. İzole olunmuşda isə 2 qat rabitələr, yəni nə qədər istəyirsə tək qatla ayrıla bilər. 5 karbon varsa, onları belə yazsaq 5 dənə karbon olmalıdır. Aha. Nömrələsək 1, 2, 3, 4, 5. Pentadiyen 1, 4 olacaq D variantında. 1'əsi 2A, 3'ə də D. Sonra 28. Amin benzol ikili alkil amin molekulunda polymer kovalent rabitələrin sayı verilib. Amin benzol deyirsəm, burada biz götürərik anilin C6H5NH2. Polymer kovalent rabitələr, hidrogenlərin sayı, bir də karbonla da azotun arasında bir dənə var. Bu elədir 8. İkili alkil aminlərin formulu CnH2 plus 2 NH-dır.
Burada da hidrogenlərin sayı qədər. Biri də burada. Bir də 2 dənə də karbonla azotun arasında olur. Cəmi edir 2n plus 5. Bu 2n plus 5 də bərabərdir A plus 1-ə. Yəni 8 plus 1 9-a. Buradan da n bərabər olur 2. İndi quruluşunu çəksək. İkili amin deyirsə, burada NH, CH3, CH3. Quruluş formulunu çəkdik. İndi molekulunda karbon atomlarının sp3 çevrilir orbitallarının sayı. Bu karbonda sp3'dür, bu da sp3'dür. 4, 4, cəmi edəcək 8. Sonra 29. Kalsiyum orta fosfat. Silisium 4 oksid və karbonla reaksiya daxil olur. Alınır kalsiyum silikat, fosfor və CO. Bunu yazmalıyıq. Reaksiyadan alınan məhsulları yazdıq və cədvəli tamamlayın. Əmsallaşdırmalıyıq yəni. Əmsallaşdırsaq. Demək. Kalsiyuma 3 yazaq. Fosfora 2. Bir də karbonlara da 5 yazsaq. Burada 3 yazırıq. Düzəlir. İndi bizdən nə istəyir? Karbonun əmsalı. Karbonun əmsalı olacaq 5. Silisium 2'nin əmsalı da olacaq 3. Sonra 30-cu sual. Amonyak mis-2 oksidlə reaksiyaya daxil olur. Buradan alınır mis, azot və su. Reaksiya tənliyini yazın. Yazdıq, sonra bunu əmsallaşdırmalıyıq. Əmsallaşdıran zaman. Bura 3. Burada 3 yazarıq. Azota 2 yazsaq. Onda suya da 6 yazırıq. Yox, 3 yazırıq. Düzəlir. İndi deyir ki, x qram mis-2 oksid reaksiya daxil olur və 9 qram su ayrılıb. Biz x-i tapmalıyıq. Onda mis-2 oksidin emeri 80-dir. Əmsalına da vururuq. Su da 3 vurulsun 18. Buradan da x bərabər 40-a. Bu da ikincinin cavabı.